Deməli uşaqlar, sizə bir şey danışmaq istəyirəm. Türk blogerlərində belə bir şey var. O yalancı blogerlər var. Güya nəsə tapırlar filan cəmaata. Onlar kanalına adam yığan kimi, kanalında adamlar çox olan kimi izləyicilər. Nahadım müəyyən firmalar, hansılar ki öz yalancı produksiyanı da qabağa vermək istəyir, satışlarını çoxaltmaq istəyir. Başlayırlar bunlara aparatlarını təklif eləmək ki, aparatımızı götürün, bunu reklam eləyin, bundan tapın, güya bundan nəsə tapdınız və onlar o aparatları reklam eləyir filan. Əsl aparatlara elə reklama ehtiyac yoxdur yalancı blogerlərdə. Fikir verirəm ki, Azərbaycanda da bu olub. Bir yalancı bloger, o birisi yalancı satıcıyla əlbir olaraq aparatları reklamına başlayırlar. Həmişə demişik, yalanın min sifəti var. Doğrunun bir sifəti var. Sağ olun.